Xeyir olsun. Bu günləri mən Azərbaycan dilindən, dil testindən, Samir Dadaşovun Azərbaycan dili testindən keçən dəfə leksikanın 10 bölməsini izah etmişdim. Bu gün də 10 bölməsini izah edirəm və sabahlarda inşallah 10 bölməsini izah edəcəm və tamam 30 bölmədən, yəni hərflər ibarətdir və 30 bölmədən sonra artıq leksika mövzusu bitəcək. Keçək birinci vaxt itirmədən keçək sualların izahına. 11-ci sualda deyir ki, uyğunluğu müəyyən eləyək. Yanlışa yanlış, doğruya doğru. Deyir ki, bütün sözlərin leksik mənası olmasa da qrammatik mənası var. Bu düzdür. Bəli. Elə söz var, məsələn, onun leksik mənası yoxdur. Məsələn, elə bir qrammatik söz var, onun leksik mənası yoxdur. Yəni, heç bir suala cavab vermir. Yəni, leksik mənası yoxdur. Yəni, məsələn, tutaq ki, kitab sözdə mən kitab nə? Amma mən qrammatik mənası olan sözdə mən onu sualı verə bilmirəm. Amma leksik mənası olur. Bəli, bu köməkçi nitq hissələrinə aiddir. Və burada cavab düzgündür. Birincini biz düzgün kimi götürürük. Amonimlər sözün leksik mənasının izah üsulu deyilir. Bəli. Amonimlər dedik ki, nədir? Amonimlər sözlərin mənası deyilişi və yazılışı müxtəlif, mənaları eyni. Məsələn, deyirəm ki, qaz. Qaz bir var, həyətdə yanan qaz. Bir də var ki, çöldə heyvan mənasına tutan qazdır. Bunların leksik mənası izah üsulu deyil. Bu sadəcə olaraq amonim olduğuna görə bunun mənasını izah edir. Üçüncüyə baxırıq. Deməli, bu da düzgündür. Amonimlə həm leksik, həm də qrammatik mənası fərqli ola bilər. Bəli. Çünki amonimlərin necə deyim, amonimlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aiddir və həm leksik, həm də qrammatik mənası fərqli də ola bilər. Bəli, bu da düzgündür. Bir sözün bir neçə leksik mənası ola bilər. Bəli, məsələn, düz sözü deyirəm. Bir var, düz danışdı. Düz mənasında, məsələn, çöl düzü. Məsələn, deyirəm ki, düz feilindən düz hərəkət mənasında da olur. Yəni, düzmək feili olur, hərəkətlə də bağlı olur. Məsələn, deyirik ki, düz söz. Yəni, düz söz, necə söz sifətlə də əlaqədar olur. Və bunun bir neçə leksik mənası olur. Bəli, bu da düzgündür. Və yaxud da bir dənə söz, məsələn, işlədə bilərəm. Məsələn, deyirəm ki, ay. Bir də var ay, göydəki ay. Bir də var ki, deyirəm ki, məsələn, aylıq maaş. Məsələn, ayın mənasında, təqvim mənasında gedir, ay. Al və say sözlərində amonim xüsusiyyətinə də malikdir. Baxaq hələ al və say. Al bir var, almaq mənasındadır. Bir də var ki, al yanaq, məsələn, al qırmızı. Say isə, say həm nitqi səsli, həm də saymaq mənasında gedir. Bir də var,